Salam əziz müəllimlər və abituriyentlər, sizə 2026-2027-ci illər üçün elanlarımız haqqında məlumat vermək istəyirəm. Deməli, ilk öncə qarşıdan ixtisas seçimi gəlir. Bunun haqqında qısa bir məlumat verim ki, həm əyani, həm də onlayn ixtisas seçimlərinə müraciət edə bilərsiniz. 9 illik kollec, 11 illik kollec, peşə məktəbləri və universitet seçimləri mümkündür. Həm əyani, həm də onlayn olaraq deməli seçim etdirə bilərsiniz. Onu da qeyd eləmək lazımdır ki, deməli 2025-ci ildə ölkə üzrə 3-cü qrupda birinci olan Çiçək Hümmətlinin də ixtisas seçimini mənim tərəfimdən həyata keçirilmişdi. Bakı Dövlətinin hüquqşünaslıq ixtisasına daxil olmuşdu, tədrisi ingilis dilində. Yəni, ixtisas seçimi üçün müraciət edə bilərsiniz. Qiymət də Bakı şəhərinə nisbətdə kifayət qədər uyğundur.